Sabahınız xeyir olsun. Həftənin ən maraqlı mədəniyyət xəbərlərinin təqdimatı ilə Afişa efirdədir. Vətən uğrunda canından keçən qəhrəman oğullarımız əbədiyyət qazandılar. Şəhidlik onların alın yazısı oldu. Alı Həsənlinin adı da onların sırasındadır. 44 günlük vətən müharibəsinin unudulmaz şəhidi haqqında çəkilən Hər şey yaxşı olacaq bədii sənədli filminin təqdimatı keçirilib. Əməkdar artist Bəhruz Vaqifoğlu'nun rejissorluğu ilə ərsəyə gələn bu film alının həyat devizinə çevrilən Hər şey yaxşı olacaq sözlərinin timsalında onun qəhrəmanlıq yolunu valideynlərinin, müəllimlərinin və dostlarının dilindən nəql edir. Bu film alının parlaq xatirəsini əbədiləşdirir və onun vətən sevgisini gələcək nəsillərə çatdırır. Günlük vətən müharibəsinin unudulmaz şəhidi İgid Alı Həsənli haqqında çəkilən bədii sənədli filmin təqdimatı baş tutub. Əməkdar artist, rejissor Bəhruz Vaqifoğlu tərəfindən ekranlaşdırılan bu təsirli əsər Alının Hər şey yaxşı olacaq devizi ilə dolu həyat hekayəsini tamaşaçılara çatdırır. Bu deviz təkcə onun həyat fəlsəfəsi deyil, həm də filmin adıdır. Nizami Kino Mərkəzində baş tutan təqdimat mərasimində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra Nizami rayon icra hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Azərbaycan Dövlət Neft Şirkəti Sokarın Təhlükəsizlik İdarəsinin rəis müavini Şahin Məhərrəmov, şəhid Alı Həsənlinin atası Növfəl Həsənov və başqaları çıxış ediblər. Çıxışlardan sonra film nümayiş etdirilib. Qəribədir. Çox qəribədir. Hər dəfə arzularımı fikirləşəndə, xəyallar quranda, elə bilirəm anama məktub yazıram. Bilmirəm niyə belə olur. Amma arzularımın mərkəzində həmişə anam dayanır. Elə indi soyuq səngərdə düşmən gülləsi altında, mühasirədə də həyata keçməyini arzuladığım anları düşünürəm. Və elə bilirəm əllərim qələm götürüb anama məktub yazır. Deyirlər, gənc adamın arzuları çox olur. Çünki ömrü qabaqdadır. Alı Həsənlinin doğum günü ilə bağlı, mövludu ilə bağlı tədbir hazırlanmalı idi və Alı Həsənlinin adını daşıyan sinif, Firdanə müəllimənin sinifi məni dəvət etdilər ki, orada mən o işi görüm. Və mən o tədbiri hazırladım və şəhidimizin anası Ramilə xanımın bu çox xoşuna gəldi. Və dedi ki, mən istəyərdim bu bir sənətli film də olsun. Sözün düzü bu mənim üçün çox çətin idi. Ona görə yox ki, mən teatr rejissoruyam, mən sənətli film falan işləyə bilmərəm. Mövzu özü çox ağır idi, ora nə cür yanaşa bilərdik. Alı Həsənlinin çox gözəl bir devizi var, hər şey yaxşı olacaq. Bu, müharibə zamanında bunu istifadə edib, müharibədən öncə də bunu istifadə edib və onun yaxınları. Və biz bu ifadədən çıxış edərək filmimizin bütün sujet xəttini, filmimizin bütün yükünü bu sözün üzərində yaratmağa başladıq.
Filmin süjeti Alının həyatına ən yaxın insanların, onun valideynlərinin, müəllimlərinin, dostlarının, həmçinin döyüş yoldaşlarının səmimi xatirələri üzərində qurulub. Onların dilindən Alının uşaqlığı, xarakteri, vətənə olan sonsuz sevgisi və şərəfli döyüş yolu göz önündə canlanır. Bu xatirələr Alının nə qədər sevilən, vətənpərvər və qətiyyətli bir gənc olduğunu bir daha sübut edir. Bəli, filmin qəhrəmanları həm də belə deyim də ideyaçısı biz yoldaşım, mən bir də uşaqlarım olub. Bilirsən, bu film bizdən çox gələcək nəslə lazımdır. Gələcək nəslin vətənpərvər ruhunda böyüməsi üçün lazımdır. Biz də indi balaca bir gücümüz çatan bir şey elədik ki, gələcək nəslə yadigar qalsın. Çox sakit uşaq idi, çox həddindən artıq sakit oğlan idi. Heç kəslə işi olmayan, öz işi var idi, elə bil öz dünyası var idi, öz aləmi var idi. Elə bir oğul idi, kimlənsə deyim ədavəti olsun, kimlənsə deyim mübahisəsi olsun, heç elə şeyləri xoşlayan uşaq deyildi. Mən indi anayam, hərdən nəsə danlayırdım, nəsə, elə sadəcə gülüb keçirdi. Sadəcə gülüb keçirdi. Bir kəlmə heç demirdi ki, nə deyirsən, nə istəyirsən məndən. Sadəcə gülürdü, gülümsüyürdü, keçirdi. Orada da müharibədə oldu, heç mən xəbərim olmadı. Axırıncı gününə kimi, ta o şəhid olub həyətə gələnə kimi mən bilməmişəm döyüşdə olduğunu. Bildirmədi, nə bacıları, nə mən. Hamı bilirmiş, qohum, əqraba, hamıya tapşırıbmış ki, anam bilməsin. Elə getdi. Hər şey yaxşı olacaq filmi Alı Həsənlinin müharibədə göstərdiyi şücaəti, fədakarlığı və qəhrəmanlığını dolğun şəkildə əks etdirir. Onun ən çətin anlarda belə ümidini itirməməsi və daim nikbin ruhunu qoruması, bugün də qürurla səslənən zəfərimizin və inamımızın simvoluna çevrilmiş bir çağırışdır. Film Alı Həsənlinin əziz xatirəsini yaşatmaqla yanaşı, gələcək nəsillərə vətən uğrunda canından keçən qəhrəmanlarımızı daim xatırlatmaq üçün bir mesajdır. Ruhları şad olsun. Ədəbi prosesin, onun inkişaf qanuna uyğunluqlarının və formalaşma yollarının dərindən araşdırılması ədəbiyyatşünaslığın fundamental vəzifələrindən biridir. Bu kontekstdə Professor Cahangir Məmmədlinin 60-cılar nəsrinin poetikası adlı monoqrafiyası Azərbaycan ədəbiyyatşünaslığı üçün dəyərli bir töhfədir. Bu əsər 20-ci əsrin 60-cı illərində Azərbaycan ədəbiyyatında baş verən keyfiyyət dəyişikliklərini, nəsr janrında müşahidə olunan yenilikləri və bu dövrün əsas yaradıcı simalarının bədii dünyasını elmi ciddiyyətlə araşdırır. Professor Cahangir Məmmədlinin bir ay öncə çapdan çıxan 60-cılar poetikasının Nəsri adlı monoqrafiyası ədəbiyyatşünaslıq aləmində böyük maraqla qarşılanıb. Bu əsər 20-ci əsrin 60-cı illər Azərbaycan ədəbiyyatının nəsrindəki əsas xüsusiyyətləri, bu dövrün aparıcı yazıçıları və onların yaradıcılığını dərindən təhlil edir. Məmmədlinin monoqrafiyası 60-cılar nəsrinə xas olan realizm, milli kimlik axtarışları, sosial problemlərə həssas yanaşma və dildəki yenilikləri sistemli şəkildə araşdırır. Müəllif bu dövrün ədəbi proseslərini geniş kontekstdə, tarixi, ictimai və mədəni hadisələrlə əlaqələndirərək təqdim edir. O dövrün əsas nəsr janrları, hekayə, povest və romanların inkişaf yollarını izləyir, onların üslubi və ideya məzmun xüsusiyyətlərini dəqiq təhlil edir. 60-cılar sözü Rus ədəbiyyatında meydana gəlib. 1760-cılar çox qəribədir ki, hamısı 60-cı illərə düşüb. 1760-cılar, 1860-cılar, 1960-cılar. Bizdə də Azərbaycanda 1860-cılar Mirzə Fətəli dövrü var, amma 1960-cılar artıq Azərbaycan ədəbiyyatının fenomen şəxsiyyətləridir. Sovet ideoloji sistemində
bədii ədəbiyyata, publisistikaya o qədər qadağalar qoyurdu. Oğuldun sən. Sən elə sənətkar olmalısan ki, elə onu da keçə bilməlisən. O Xudu Məmmədov, böyük alimimiz Xudu Məmmədovun bir sözü var. Deyirdi ki, senzuranı o qədər də pisləməyin. Çünki senzura olanda yazıcılar format axtarırlar. Oradan necə keçsinlər, gözəl formalar. Məsələn, Anarın Yaxşı Padişahın Nağılı adlı bir povesti var. 1970-ci illərin əvvəllərində yazır, cavan vaxtı yazır. Bircə sətrini deyirəm onu sizə. Deyir, belə başlayır povest. Biri vardı, biri yox idi, Çilistan adlı bir ölkə vardı. İndi senzor bunu tuta bilmir, özdə senzorlar savadsız olurdular. O necə tutsun ki, burada Çilistan sözü tərsinə oxuyanda İliç olur. Çili, İliç. Əslində bu deyir, biri vardı, biri yox idi, İliç adlı bir ölkə vardı. Axı, Sovet ölkəsinə, Sovet dövlətinə Lenin ölkəsi, İliç, Vladimir İliç Lenin ölkəsi deyirdilər. Anar haqqında yazıda povestin adını çəkməyə qorxurduq ki, Anarı incidərlər. O dərəcədə yeni ədəbiyyatıdır. Elçin gəldi ədəbiyyata, yeni ədəbi formalarla, yeni povestlərlə falan. Bax, bu mənada 1960-cı illər qəfildən gəldilər hakimiyyətə və mən də tələbə idim. Mən 64-cü ilin tələbəsiyəm, 68-də qurtarmışam. O dövrün yazıçıları elə bil hamısı mənim xatirələrimdə, yəni o dövrün xatirələri ilə bağlı. Və birdən fikirləşdim ki, bunlarla bağlı bütöv bir monoqrafiya yazmaq lazımdır. Beləliklə, bu kitab 60-cılar nəsrinin poetikası ortaya çıxdı və etiraf edeyim ki, bu mənim ən sevimli kitablarımdan biridir. Professor Məmmədli əsərində həm Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev kimi klassiklərin 60-cılar nəslinin formalaşmasındakı rolunu, həm də Anar, Elçin, İsa Muğanna kimi dövrün aparıcı simalarının yaradıcılığını ətraflı şəkildə işıqlandırır. Monoqrafiyada onların əsərlərindəki psixoloji dərinliklər, obrazların inkişafı, bədii təsvir vasitələri və dilin ifadəsi kimi məqamlar xüsusi vurğulanır. Azərbaycan ədəbiyyatında Anardır, Elçindir, Mövlud Süleymanlıdır, Sabir Azəridir. Bütöv bunların amma klassikaya söykənib gəldilər də. Kitabdakı müəlliflər adını çəkdiyim Anardır, Elçindir, Sabir Azəridir, İsa Muğanna. İsa Muğanna elə bəlkə bunların birinci ortada olanıdır. Bir çox yazıçılar ortaya çıxır. Niyə mən? Burada şairlər yoxdur. Ancaq Nəsirdən danışıram. Amma Rəsuluzda vardır. Rəsuluzda bir balaca şeir yazmışdı. Görün, senzuradan necə keçir. Deyir, bir böyük məclisə 4 iti yazan qız çağırdılar. Biri yazdı, 3'ü əsnədi, biri yazdı, 3'ü əsnədi. Bu faciə deyil, bəs nədir? 4 sətirlik bir şeydə demək istəyir ki, Sovet hökuməti deyirdi ki, sizə bütün millətlərə azadlıq veririk. Hər kəs öz dilində danışacaq. Kim istəyir öz dilində danışsın. O böyük məclis də qurultaydı məsələn. Gəlirlər, qızlar otururlar, 4'ü, Rusca, Azərbaycanca, Gürcücə, nə bilmə, lap ermənicə falan. Amma bir dildə danışır hamı. Rus dilində bir qız yazır, qalanı susur. Bunu necə verirdi? Deməli, bir məclisə 4 qız çağırdılar. Biri yazdı, 3'ü əsnədi. Yazıçılarda da belə oldu. 60-cılar poetikasının nəsri təkcə ədəbiyyatşünaslar və tədqiqatçılar üçün deyil, həm də 1960-cı illər Azərbaycan ədəbiyyatına maraq duyan geniş oxucu kütləsi üçün dəyərli bir mənbədir. Əsər o dövrün ədəbi mənzərəsini dolğun şəkildə canlandırır və gələcək tədqiqatlar üçün möhkəm zəmin yaradır. 60-cı illər Azərbaycan ədəbiyyatı, xüsusilə də nəsri, cəmiyyətdə baş verən sosial-siyasi dəyişikliklərlə sıx əlaqədə inkişaf etmiş, yeni ideyaların, bədii axtarışların və fərqli üslubların meydana çıxdığı bir dövr olub. Bu dövrün yazıçıları təkcə formaca deyil, həm də məzmunca yeni mövzulara, insan psixologiyasının dərin qatlarına, milli mənəvi dəyərlərin fəlsəfi təhlilinə yönəliblər. Məhz bu səbəbdən 60-cılar nəsri özünə məxsus poetikası ilə seçilir. Müharibə dövrünün deməli xarakteri ilə bağlı İsa Hüseynovun, İsa Muğannanın məsələn povestlərin hamısı son dərəcə bir məktəbdir. Sonra gəlir Anar, gəlir Elçin. Niyə mən bu ikisinin adını çox çəkirəm? Çünki bunları vururdular. Əvvəlki nəsil Sovet
ideologiyasına söykənən ədəbiyyat, onun müəllifləri bunları vururdular. Və deyirdilər ki, sizə qayğı göstəririk, sizə yol göstəririk filan, amma siz onu yaxşı başa düşmürsünüz. Onda Rəsul Rza məcbur oldu, bir yazı yazdı. Böyük bir məqalədir, indiki kimi yadımdadır. Qayğı sözü və qayğı özü. Bax, bu gözəl bir sərlövhə idi. Deyirdi ki, qayğı sözündən danışırsınız, amma qayğının özü yoxdur axı bunlara. Bunlar amma açığın deyirlər, o tənqidə, o nətər deyirlər, o nahaq tənqidə qarşı da heç özləri dinmədilər və böyük bir ədəbiyyat yaratdılar. Azərbaycan ədəbiyyatında 60-cılar tarixə düşdü. 1960-1990-cı illər. Bu kitab orada bu illəri götürmüşəm mən, 1960-90-cı illər. Orada elə ədəbi növlər var. Məsələn, Elçinin Dolça povesti var. Deməli, Mövludun Dəyirman povesti var. O povestlərin hamısı sözün həqiqi mənasında vurula bilərdi, məhv ola bilərdi. Amma bir şey də var. 1969-cu ildə Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldi. O hakimiyyətə gələndən sonra xeyli dərəcədə bu yazıçıları müdafiə elədi. Himayəsinə götürdü. Himayəsinə götürdü. Düzdür, bəzən çox çətin olurdu. Amma bilirdilər ki, Moskvada bilirdilər. Heydər Əliyev deyirsə ki, olmaz, olmazsa olmaz. Bax, belə bir şey vardı. Ona görə də o 60-cılar məktəbinə görə həm də elə hakimiyyətdə, baş hakimiyyətdə olan Heydər Əliyevə də minnətdar olmaq lazımdır. Tənqid ortaya çıxdı. O dövrün ədəbiyyatı ilə bağlı ədəbi tənqid ortaya çıxdı. Orada Qulu Xəlilov kimi, Yaşar Qarayev kimi, Akif Hüseynov kimi tənqidçilər çıxdılar ortaya. Bax, bu nəslin özü də 60-cılar nəslindən yetişən tənqidçilər bu ədəbiyyatı müdafiə elədilər. O ədəbiyyat elə müdafiə olundu ki, bugün həmin ədəbiyyat Azərbaycan bədii fikrində bütöv bir məktəb siması daşıyır. 60-cılar nəsrinin poetikası monoqrafiyası təkcə bir dövrün ədəbi mənzərəsini işıqlandırmır, həm də ədəbi irsin gələcək nəsillərə ötürülməsi və daha dərindən anlaşılması üçün möhkəm bir təməl yaradır. Bu əsər ədəbiyyatşünaslar, tələbələr və Azərbaycan ədəbiyyatına maraq göstərən hər kəs üçün qiymətli bir mənbə olacağına şübhə yoxdur. «28 ildən sonra post-apokaliptik qorxu filmi seriyasının 3-cü hissəsidir. Filmin ssenarisini orijinal filmlərin ssenaristi Alex Garland qələmə alıb. Bu film 2002-ci ildə çəkilən 28 gün sonra və 2007-ci ildə çəkilən 28 həftə sonra filmlərinin demək olar ki, davamıdır. Əvvəlki filmlərdə olduğu kimi 28 ildən sonra da dünyanı bürüyən qəzəb virusunun yayılmasından sonra yaranan xaos və sağ qalma mübarizəsindən bəhs edir. Baş rollarda Cillian Murphy, Aaron Taylor-Johnson, Joseph Quinn və Jodie Comer kimi aktyorların yer aldığı filmin premyerası baş tutub və artıq Bakı kinoteatrlarında da nümayiş olunmaqdadır. Xeyr, bu görüntülər keçmişdə qalan karantin dövründən deyil. Bu, 28 gün sonra kino franşizasının davamı olan və yenicə geniş ekranlara çıxan 28 il sonra filminin təqdimatı şərəfinə düzənlənən şənlik mərasimindəndir. Film artıq Bakı kinoteatrlarında nümayiş olunmaqdadır və kinosevərlər tərəfindən böyük maraqla qarşılanıb. Nəzərinizə çatdırın ki, bu Hollywoodun ilk filmidir ki, tamamilə əvvəldən sona kimi smartfona çəkilibdir və indi hal-hazırda bizim tamaşaçılarımız onu izləyə biləcəklər. Beləliklə, 28 gün sonra franşizasının populyarlığını davam etdirərək 28 il sonra qəzəb virusunun gələcəkdəki təsirlərini və insanlığın bu dəhşətli sınaq qarşısındakı mübarizəsini araşdırır. Post-apokaliptik qorxu janrında çəkilən film məşhur franşizanın 3-cü hissəsidir. Filmin ssenarisini orijinal filmlərin ssenaristi Alex Garland qələmə alıb. Bu, ekran əsəri 2002-ci ildə çəkilmiş 28 gün sonra və 2007-ci ildə ekranlaşdırılan
28 həftə sonra filmlərinin davamıdır. Əvvəlki filmlərdə olduğu kimi 28 ildən sonra bədii ekran əsəri də dünyanı bürüyən qəzəb virusunun yayılmasından sonra yaranan xaos və sağ qalma mübarizəsindən bəhs edir. Filmdə baş rollarda Cillian Murphy, Aaron Taylor-Johnson, Joseph Quinn və Jodie Comer kimi məşhurlar çəkilib. Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti geridə qoyduğumuz həftəni premyera ilə başa vurdu. Teatr sevərlərin uzun müddətdir gözlədiyi Şah Abbasnamə səhnə əsəri Azərbaycan teatr tarixində özünə məxsus yer tutacaq bir hadisədir. Tamaşa səbəbi hökmdarı Şah Abbasın həyatı və fəaliyyəti, onun dövrünün ictimai-siyasi hadisələri, həmçinin şəxsi dramları ətrafında qurulub. Tarixi faktlara əsaslanan, lakin eyni zamanda bədii təxəyyüllə zənginləşdirilən əsər tamaşaçıları 15-ci, 16-cı əsrlər şərq dünyasına səyahətə çıxarır. Əgər siz aytdan orada alışacaq ya, şiir zəyəndir, daha bərabər yoxdur. Ne bilirsən yox, daha ne bilirsən yox. Filanın arkasında gizletsen yüzü görünmez. Sen ne bilirsen ki ben şücayetim, kılıncımı keser ondan esir olacaktı. Ben bu saat orada olsaydım, bu xəncəri götürür. Mürşid Quluxan qayıtdı. Dövlət Milli Gənc Tamaşaçılar Teatrında təqdim edilən Şah Abbasnamə adlı yeni tamaşa yazıcı dramaturq İlqar Fəhminin Şahnamə piyesi əsasında hazırlanıb. Səfəvi Qızılbaş İmperiyasının yüksəliş dövrünə həsr olunan 2 hissəli tarixi dramın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı teatrın baş rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı Aygül Quliyeva, rejissoru Səbinə Məmmədzadə, rejissor assistentləri isə Fuad Cavadzadə və Nəsibə Canəliyevadır. Quruluşçu rejissorun cəsarətli yanaşması, aktyorların parlaq ifası, eləcə də səhnə quruluşu, işıq və musiqi effektləri tamaşanı daha da təsirli edir. Aktyor ansamblının məharəti sayəsində hər bir obraz özünə məxsusluğu ilə yadda qalır və tamaşaçının qəlbinə yol tapır. Şah Abbasnamə təkcə tarixi bir dram deyil, həm də insani münasibətlər, hakimiyyət uğrunda mübarizə, sevgi və xəyanət kimi universal mövzulara toxunan dərin bir əsərdir. Premyera izdihamlı anşlaqla keçdi və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. Nənəm Mürşid Quluxan da mən artıq qardaşım Həmzə Mirzənin tərəfinə keçdi. Düzdür. Mürşid Quluxan çox rəzil işdir. Yaradıcı heyət isə əmindir. Milli Gənc Tamaşaçılar Teatrının repertuarına daxil olan yeni Şah Abbasnamə tamaşası uzun ömürlü olacaq və teatr sənətimizə yeni bir nəfəs gətirəcək. Şah Abbasnamə həm tərbiyəvi, həm də estetik dəyərlər baxımından əhəmiyyətli bir əsər olaraq yadda qalacaq. İlqar Fəhminin bu əsərini oxuyandan sonra əsər o dəqiqə məni tutdu. Çünki ümumiyyətlə mən düşünürəm ki, Azərbaycan teatrlarında mütləq Azərbaycanın tarixini əks etdirən, tarixin şanlı səhifələrini əks etdirən tamaşalar mütləq olmalıdır və bu əsər də məhz Səfəvilər dövlətinin yenidən möhkəmlənib, sərhədlərini böyütdüyü, itirilmiş torpaqları qaytardığı bir dövrü özündə əks etdirirdi. Ona görə bu əsər məni çox tutdu, Şah Abbas tarixi. Və o andaca əsəri beynindən keçdi ki, böyük məmnuniyyətlə bu əsəri hazırlayaram. Sonra bu əsər bizim teatrımızın repertuarına daxil olundu və məşqlər başladı. 5 ay müddətində məşqlər sürdü. Səhnə şahmat var idi və ideya olaraq da məhz şətrənc birinci bölümün adı. Çünki əsər özü 4 bölümdən ibarət bir əsərdir. Birinci bölüm şətrənc, ikinci bölüm qan qoxusu, ondan sonra gəlir zindan bölümü və nəhayət ki, vəliəhd bölümü. Biz şətrənc bölümünü, çünki əslində siyasət meydanı şahmata bənzəyir, yəni şahmat oyununu xatırladır və biz də tamaşa boyu bunu göstərməyə çalışmışıq. İndiki dövrdə çox lazım idi bu cür bir tamaşa, çünki bizim gənclərin, gənc nəslin tarix haqqında daha çox bilgi toplaması üçün belə tamaşaların olması vacibdir. Yəni ən azından kitabla, internetdən maraqlanmasalar belə, bu tamaşaya gəlib baxıb, yəni 2 saat vaxt xərcləyib,
ən azından Şah Abbas haqqında tam da ətraflı olmasa da bir qism məlumat toplaya bilərlər və bu onlara maraqlı gələ bilər. Növbəti vaxtlarda daha çox araşdırma edə bilərlər. Mənim arzum budur ki, bizim tarixi şəxsiyyətlərimiz haqqında daha çox tamaşalar olsun, bu cür tamaşalar olsun. Proses belə deyək də ağır olub. Mən ilk dəfədir Nicatla işləyirəm. Nicat həddindən artıq belə deyək də tələbkardır. Hərdən hətta mən indi yaşlı başda tamam deyə ona deyirəm ki, belə olmaz da, indi səhv oldu. Gələn yox, gedin təzdən bir də. Yəni istədiyini almayınca, o istədiyini almayınca əl çəkmir. Ona görə mənə biraz açığı çətin idi. Dediyim kimi ilk dəfə onunla işləyirdim. Amma bu da təbii ki, o işin xatirini eləyirdi, işin xeyrini eləyirdi. Biz artıq daxili baxış vermişik və baxışdan sonraki fikirlər müsbətdir. Amma hər halda əsas tamaşaçıdır. Bugün tamaşaçılarla görüşümüzdür. Ünsiyyətimiz alınacaqsa, onlar bizim demək istədiyimizi anlayacaqlarsa, nə demək istədiyimizi, təbii ki, biz xoşbəxt olacağıq. Və bu Şah Abbas hakimiyyətinin elə bir dönəmidir ki, burada Qacarlar, Əfşarlar, müxtəlif tayfa başçıları ilə bir konflikt, problem yaşadığı, vahid hakimiyyət uğrunda, birləşdirmək uğrunda yaşadığı bir problemdir. Onlar Şah Abbası devirmək istəyirlər, cavan olduğuna görə. Şah Abbas isə bunlara bir oyun qurur, bunlara bir siyasət işlədir. Bizim qan qoxusu bölümü bu barədədir. Düşünürəm ki, maraqlı yazıdır, əsər olaraq və quruluş olaraq da çox maraqlı quruluşdur. Mən də əlimizdən gələni hamımız eləməyə çalışırıq. Tamaşada xalq artisti Qurban İsmailov, əməkdar artistlər Nicat Kazımov, Elnur Kərimov, Növfəl Vəliyev, Elnur Hüseynov, Rasim Cəfər, aktyorlar Sənan Kazımlı, Niyaz Qasımov, Mətləb Abuşov, Kərəm Hadizadə, Aydın Dəmirov, Anar Seyfullayev və başqaları iştirak edirlər. 4 hissəli tarixi psixoloji dram Səfəvi imperiyasının hərbi, iqtisadi və siyasi baxımından zirvədə olduğu dövrdə 16 yaşlı Şah Abbasın hakimiyyətə gəlişindən ölkə sərhədlərini genişləndirmək, ərazi bütövlüyünü qorumaq uğrunda apardığı döyüşlərdən, saray daxili qanlı toqquşmalardan bəhs edir. Bir neçə ay öncə Gənclik metro stansiyasının yanında yenicə istifadəyə verilən, Bakının nəfəsini təzələyən yaşıl məkanda, gözəl parkda gənc rəssamlarımızın sərgisi keçirilib. Bakı şəhər İcra Hakimiyyətinin humanitar şöbəsi, Azərbaycan Rəssamlıq Akademiyası və Regional İnkişaf İctimai Birliyinin birgə təşkil etdiyi Yeni Park Gənc Rəssamların Gözü ilə adlanan tədbir, sərgi məhz günü-gündən gözəlləşən və Parklar şəhəri adlandırılan Bakı şəhərinin bu yeni parkına həsr olunub. Son illər Bakının yeni istirahət parkları ilə zənginləşdirilməsinə, paytaxtımızın yaşıllıqlar şəhərinə çevrilməsinə çox böyük önəm verilir. Qlobal ekoloji böhran fonunda şəhərlərin qədimliyinin qorunması ilə yanaşı, müasirləşməsi və ətraf mühitin qorunması, problemlərin həlli istiqamətində paytaxtda geniş miqyaslı tədbirlər görülür. Bu qəbildən bir neçə ay öncə metronun Gənclik stansiyasının yaxınlığında istifadəyə verilən Yeni Park artıq şəhər sakinləri və qonaqların sevimli gəzinti və istirahət məkanına çevrilib. Burada təşkil edilən kütləvi tədbir və konsertlər parkı gənclər üçün daha cəlbedicidir. Bakı şəhər İcra Hakimiyyətinin humanitar şöbəsi, Azərbaycan Rəssamlıq Akademiyası və Regional İnkişaf İctimai Birliyinin birgə təşkil etdiyi Yeni Park Gənc Rəssamların Gözü ilə adlanan tədbir sərgi məhz günü-gündən gözəlləşən, Parklar şəhəri adlandırılan Bakı şəhərinin bu yeni parkına həsr edilib. Rəssamlıq Akademiyasının müəllim və tələbələri, gənc rəssamlar, Regional İnkişaf İctimai Birliyinin könüllüləri, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən sərgidə akademiya tələbələrinin Yeni Parka həsr edilən
40-dan çox əl işi nümayiş etdirildi. Tədbir iştirakçıları qarşısında çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, Rəssamlıq Akademiyasının rektoru xalq rəssamı Natiq Əliyev, Regional İnkişaf İctimai Birliyinin şöbə müdiri Akşın Oruclu, Parkın direktoru Gülşən Cəfərova, Akademiyanın prorektoru Səlhab Məmmədov, gənc rəssam Sevinç Gəncəliyevə sərginin əhəmiyyəti, onun gənc rəssamlar arasında maraqla qarşılanması, rəsm əsərlərində parkın özəlliklərinin xüsusi olaraq vurğulanması barədə danışdılar. Bu kimi sərgilərin digər parkların ərazilərində təşkil edilməsinin maraqla qarşılanacağını da bildirdilər. Rəsm əsərləri Azərbaycan Rəssamlıq Akademiyasının münsiflər heyəti tərəfindən qiymətləndirildi və ilk 3 yerin qalibləri müəyyənləşdirildi. Bunlar Fatimə Əliyeva 1-ci yerə, Leylahon Nurmetova 2-ci yerə və Sevinç Gəncəliyeva, Nigar Qasımova, Aydan Qurbanova və Narın Zeynal Abduyeva 3-cü yerə layiq görüldülər. Sərginin qaliblərinə pul mükafatları və sertifikatlar, digər iştirakçılara isə sertifikatlar təqdim edildi. Həftənin ən maraqlı mədəniyyət xəbərlərinin xülasəsini sizə afişa təqdim etdi. Növbəti həftəyə qədər sağ olun, salamat qalın.